Salam, mən Nicat. Yeni xəbərləri bu kanaldan yayımlayacağam. Bunun üçün də kanalıma abunə olub bildirimləri açmayı unutmayın və xəbəri keçirilək. Moskva bazarlarında özündən razı oğlan gəlir. Bahalı maşınını saxlayır qıraqda. Bu vaxt bir fəhlə oğlan yük arabası ilə mal daşıyanda arabanı saxlaya bilməyib oğlanın maşınına vurur. Varlı oğlan bu fəhlənin nəslin kökünü söyür. Bu söhbət Rövşənə çatır və varlı oğlanı yanına çağırır və ona deyir: "Dünənki nə söhbət idi?" sual verir oğlana. Oğlan deyir: "Fəhlənin biri maşınımı əzib." Rövşən maşınının qiyməti nə qədərdir deyir. Oğlan deyir: $100.000. Rövşən çıxardır oğlanın qarşısına 100.000 atır və deyir: "Götür pulunu, indi ödəşdik?" sual verir. Oğlan deyir: "Hə, ödəşdik." Rövşən deyir: "Yox, ödəşmədik. Sən dünən o fəhlənin cəmaatın içində söyərək ləyaqətini alçatdın. İndi gedəcək onun yanına, o da səni söyəcək cəmaatın içində. O zaman ödəşəcək." Oğlan deyir: "Yox Rövşən, belə etmə, adım sanım var mənim." Rövşən buna məhəl qoymur və bunu tutub aparır fəhlənin yanına. Oğlan həmən dəqiqə $100.000 çıxardıb fəhləyə verir ki, bunu söyməsin deyə. Fəhlə deyir: "Götür pulunu. Mənim ləyaqətim, qeyrətim satılıq deyil." Bu cavab Rövşənin xoşuna gəlir və nömrəsini fəhləyə verir və deyir ki, nə vaxt problemin olsa zəng elə. Fəhlə oğlan axşam evə qaydanda qapısının yanında bahalı maşın bir də kart görür. Kartda bu sözlər yazılmışdı: "Rövşəndən yaxşı olana hədiyyə." Allah rəhmət eləsin Rövşən qardaşı. Заложили годы, и теперь пишут тебя родная. Ах, mamacan, bax belədir Dolya Varabskaya. Vay 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 vay, mən sənə yazdım maya radnaya. Bax belədir Dolya Varabskaya. В лагерях мы кубики таскали, от мороза руки замерзали. Там же мы Козлову не стажали, а я на Джанизет нам сроком добавляли. Вай 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 вай, там же мы Козлову не стажали. Ах, а на Джанизет нам сроком добавляли.